səs bir dövrün deyil, vəhdən gələn hisdir. Adlar tarix deyil tək, hər biri dirənişdir. Adəm ilə başladı hekayə torpaqdan şərəf. İdris qələmlə qalxdı, elm oldu ilk tərəf. Nuh tufana baxdı, gəmi oldu İmahud və Salih dedilər azğınlığa aman yox dayan. İbrahim o da getdi, o dona gülzər oldu. Lut şəhri tərk etdi, çürü yaxlaq yerə doldu. İsmail qurban idi, itaət zirvəsi. İşaq və Yaqub nəsil, səbrin silsiləsi. Yusif quyu gördü, taxta yol tapdı. Gözəllik fitnə oldu, amma haqqı satmadı. Əyyub ağrı çəkdi, şükürdən dönmədi. Şöyb ölçüdə dedi, haqq əski olmaz bilinindi. Musa asa qaldırdı, Firon diz çöktü. Harun sözlə durdu, haqq ordusu böyüdü. Davud səsi ilə dağları zikrə qatdı. Süleyman hökm sürdü, amma qəlbi torpaqda saxladı. İlyas tək qaldı, bütlərə baş əymədi. Əlyasa yol getdi, haqdan üz çevirmədi. Yunus qaçdı, bir an sonra tövbə ilə döndü. Balığın qarnında da ümid ölmədi, söndü. Zəkəriya dua etdi səssiz gecədə. Yəhya haqq dedi, baş getdi, söz getmədi geriyə. İsa möcüzə idi, ruhdan bir nəfəs. Dünyanı deyil, qəlbləri diritdi əsas məsələ. Zülkif səbr idi, adı az, yükü ağır və son nöqtə Məhəmməd, mərhəmət, haqq çağırış. Bu adlar keçmiş deyil, bu yol gələcəyə dirər. Peyğəmbər bir səsdir, zülmə qarşı sipərdir. Zaman dəyişər, sistem çökər, adlar silinər. Amma bu adlar Quranda əbədi silinməz. Bu adlar